Dostumla söhbət edirdik. Atamı apardım, qoydum Xani Salməndana. Getdim, gəldim evə. Oğlum dedi, ata hanı? Dedim, oğul, apardım, qoydum Xani Salməndana. Oğlumun da 7-8 yaşı olardı. Xani Salməndan haradır? Oğul, neyinisən? Dedi, mən də istəyirəm böyüyəndə səni aparam qoyam Xani Salməndana. Bu söz mənə bəhd dəydi. Dedim, oğul, libasları gey. Libasların geydi, yapışdım əlimdən. Onu da apardım, ötürdüm pərvərişgaha.